Salam əziz dostlar, əziz şahmat həvəskarları. Biz bugün sizinlə Tata Steel turnirinin ilk turunda Anişgiri ilə Vincent Keymer arasında oynanılmış bir oyunu təhlil edirik. D4, D5, C4, DS qəbul edilmiş vəzir qambiti oynanılıb. ATF3, ATF6, Y3, Y6, fil C4, piyada C5. Yəni burada ənənəvi variantdır. Qala qurma A6, 6 qaralar B5 gedişini keçirmək istəyir. Top Y1, at C6, at C3, fil Y7. DS, vəzir D1, top D1, fil C5. Artıq oyunun müthiş bir hissəsinə keçirik və mövqe bərabər davam edir. At D2, at D2 məqsəd atı B3-ə manevr eləmək və buradan rəqbə müəyyən çətinliklər yaratmaqdır. Qala qurma qaralar, at B3, fil A7 və fil Y2. Fil Y2 gedişin mənası yəqin ki, lazım olsa fili F-ə manevr edə bilərik. Fil Y2, top D8, fil D2. Filimizi oyuna çıxmalıyıq və toplar arasında əlaqəni bərpa edirik. Fil D7, fil Y1, fil Y1 topun xəttini açırıq. Yəqin ki, növbəti gedişlərdə C xəttində də ağlar topu aktivləşdirə bilər. Qaralar da fil Y8 hərəkət elətdirir. D topunu aktivləşdirir. Şah F1, top C8, top D8, top D8, top C1. C xəttində ağlar Vincent Keymer topun aktiv vəziyyətə gətirir. H6, at A4. At A4 gedişinin mənası yəqin ki, burada atlar C5 xanasına hərəkət elətdirməkdir. At D4, at D4-də ağlar Y7 vurur. Fil A4, top C7, top 7-ci xəttə aktivləşir və buradan B7 piyadasına təhlükə var. Top B8, piyadanı müdafiə edirik. Aydın məsələdir, burada B5 gedişi mümkün deyil, çünki fil zərbədə qalır. Top B8-ə at A5, ağların planı B7 piyadasını udmaqdır və burada Anişgiri gözlənilmədən, hətta oyunun qurtarmasına 35 dəqiqə qalmış, çox kobud bir səhv eləyir. Hətta belə səhvi aşağı dərəcəli şahmatçılar da bəzən eləmir. Fil D4 gediş eləyir və Vincent Keymer heç düşünmədən burada top C4 oynayıb, 2 qat zərbə yaradır və artıq top C4 gedişinə Anişgiri təslim olur. Və görürsünüz, belə güclü şahmatçılar da bəzən oyunun gərginliyindən, oyunun həyəcanından və ola bilər ki, müəyyən yorğunluqdan, arxayınçılıqdan da belə səhvlər etmək mümkündür. Yəni, şahmatda hər şey mümkündür. Yəni, hər bir şahmatçı, elit şahmatçılar da olsa belə xırda səhvlər edə bilirlər. Və burada nə oynaya bilərdi? Ümumiyyətlə, biz baxsaq mövqedə görərik ki, sadəcə fil D4 gedişinin yerinə at D5 oynayıb, mövqeyini bərabər saxlaya bilərdi. Lap deyək ki, top B7-də ağlar bir piyada üstün qalsa, qaralar fil D4 vurar və yəqin ki, burada fil A6 gedişinə də fil B2-dən sonra bu cür mövqeyini saxlaya bilərdi. Lakin top C4 gedişini görmədi və burada Vincent Keymer Anişgiri üzərində qələbə qazandı. Siz də bu cür dərslər, bu cür mövzularımız haqqında məlumat almaq istəyirsinizsə, səhifəmizi daim izləyib yeniliklərdən xəbərdar ola bilərsiniz. Hər birinizə təşəkkür edirəm. YouTube səhifəmizə abunə olmağı da unutmayın. Çox sağ olun.